Köhnə nəsil milli komanda, yoxsa yeni nəsil milli komanda? Kamran Ağayev, yoxsa Şahrüddin Məhəmmədəliyev? Kamran olsun. Kamran Ağayev. Şahrüddin Məhəmmədəliyev. Rəşad Sadıqov, yoxsa Bədavi Hüseynov? Məncə müqayisəsiz Rəşad Sadıqov. Rəşad Sadıqov. Rəşad Sadıqov. Ruslan Abışov, yoxsa Bəhlul Mustafazadə? Düzdür, legioner həyatı yaşayan burada Ruslan Abışov olub, amma bugünkü oyunu, bugünkü səviyyəsi Bəhlul Mustafazadə. Ruslan Abışov da pis müdafiəçi deyildi. Həm skorer müdafiəçi idi. Amma Bəhlulun bu dəqiqəki səviyyəsinə görə mən Bəhlul Mustafazadəni seçirəm. Açıq ara Bəhlul Mustafazadə demək istəyirəm bu son vaxtlar ortaya qoyduğu performansa görə. Maksim Medvedev, yoxsa Abbas Hüseynov? Maksim Medvedev. Maksim Medvedev. Maksim Medvedev. Mahir Şükürov, yoxsa Elvin Cəfərquliyev? Öz çətindir buna cavab vermək. Məntiq Elvin deyir, hisslər Mahir Şükürov deyir. Və Mahir olsun. Mahir Şükürov. Mən Elvin oyununu bəyənirəm. Çoxları bəyənməsə də onu hiperaktivliyi mən bəyənirəm onun oyununu. Elvin Cəfərquliyev. Qara Qarayev, yoxsa Abdullah Xaybullayev? Qara Qarayev. Qara Qarayev. Abdullah Xaybullayev. Rahid Əmirquliyev, yoxsa Emin Mahmudov? Şübhəsiz Emin Mahmudov. Azərbaycan tarixinin ən çox qol vurmuş oyunçusu olaraq mən Emin Mahmudovu seçirəm. Məncə Emin Mahmudov. Dimitri Nazarov, yoxsa İsmail İbrahimli? Çox vacib oyunlarda çox güclü komandalara qol vurmuş Dimitri Nazarov. Dimitri Nazarov. Vurduğu qollardan da nəzərə alsaq Dimitri Nazarov. Araz Abdullayev, yoxsa Renat Dadaşov? İngiltərə klubuna qədər gedib çıxmış, yəni orada müqavilə imzalamış Araz Abdullayev. Araz Abdullayev. Araz Abdullayev. Əfran İsmailov, yoxsa Nəriman Axundzadə? Əfran. Əfran İsmailov. Çoxları Nərimanı bəyənməsə də mən onda o potensialı görürəm, onu seçmək istəyirəm Nəriman. Və sonuncu, Rauf Əliyev, yoxsa Mahir Əmrəli? Burada Mahiri seçirəm. Rauf Əliyev. Mahir Əmrəli.